Axşamınız xeyir qızlar, necəsiniz? Ümid edirəm ki, hamı yaxşıdır. Gördüyünüz kimi son aldığım şıqlən məhsullarını istədim sizinlə bu shortsda paylaşım. Əslində bu videonun daha detallı versiyası var, kanalımda mövcuddur. Girib ona baxa bilərsiniz. Orada tamamilə obyektiv olan fikirlərimi paylaşmışam. İlk gördüyünüz belə bir glow highlighter stickdir. Sizin üçün almışam, belə deyim. Bildiyiniz kimi kanalımda konkurs mövcuddur və highlighter yox idi deyə bunu sizin üçün əlavə qoydum. İkinci olaraq belə bir gözəl göz ten palet var. The Wizard of Oz'la olan kolaborasiyasından, şıqləmin kolaborasiyasından yaranıb. Həm glitterlı, həm də ki mat rənglər mövcuddur və kifayət qədər də pigmentasiyası yaxşıdır. Üçüncü olaraq belə bir highlighter 50 ikisi birində olan bir məhsul almışam. Highlighter'ı deyə bilərəm ki, heç highlighter'a oxşamır. Gördüyünüz kimi pudraya oxşuyur, amma 50 rəngi yaxşıdır. Tünd şaftalı tonlarındadır. Almağa dəyərmi? Məncə o rəngdən çox da hər yerdə almağa dəyməz. Bu gördüyünüz məhsul isə bu da balaca da olsa kiçik bir göz ten paletidir və bunu da sizin üçün sifariş vermişəm. Şəkli yerləşdirəcəm. Mütləq o shortsu kanalımı tapıb orada izləyirəm. Abunəyəm, abunə olduğum kimi hansısa ifadələr yazıb, kommentlər yazıb konkursa qoşula bilərsiniz. Bu da başqa bir göz ten paletidir. Ən bəyəndiklərimdən biri də bu oldu. Çünki ancaq glitterdan ibarətdir, yəni parlaq rənglərdən ibarətdir. Keyfiyyəti də çox gözəldir, çox əla rənglər var. İstənilən rəngə uyğun glitter var. Bu gördüyünüz isə çoxdan da almaq istədiyim bir əllikdir. Düzdür, qramajı çox azdır. Getdikcə ortaya doğru çəhrayı tündləşir, çox əladır. Bu da gördüyünüz kimi linerdir. Çox əladır, çox bəyəndim. Tətbiqi çox asandır. Ağ rəngdə olan lineri də sizin üçün qoymuşam. Ən sonda bu 2 ildir mənim şıqləm səbətimdə, şiir səbətimdə olurdu. Amma heç vaxt almırdım. Bu dəfə dedim ki, alacağım. The Corpse Bride animasiyası ilə olan kolaborasiyadandır. Çox bəyənirəm, çox gözəl highlighterdır. Sadəcə qəribə bir rəng verir, yəni bildiyiniz highlighterlardan deyil. Sağ olun.